bu məqamda bir şair dostumuza söz vermək istəyirəm. Şair Bəxtiyar Hidayət bizimlə birlikdədir. Alqışlayaq. Yaralı Bəxtiyar. Şair Bəxtiyar öz dəstxətti olan, öz təcnisləri ilə yüzlərlə oxucu kütləsinə sahib olan şair dostumuz bir qədər təvazökardır və adətən qaçır belə məclislərdən, amma bugün sizi burada görmək çox xoş oldu. Buyurun. Bir daha hər birinizə xoş gəldin deyirəm. Yəni bunu deməyə ixtiyarım var. Biz qardaşıyıq. Və bütün təbriklərə qoşuluram. Çox sağ olun, təcnisləri xüsusi qabartdınız, təcnis deyəcəm. Məclis, maşallah, məclis əhli çoxdur, ona görə qısa eləmək istəyirəm. Deyir, bizdən salam olsun Arif olana. Bizim dediyimiz naşı üçün deyil, ürək söhbətidir, könül sözüdür. Heç kimin xətri üçün, xoşu üçün deyil. Heç kimin xətri üçün, xoşu üçün deyil. Hamıya müyəssər olmayır qanmaq. Haqqı, həqiqəti nə lazım danmaq. Yaltaqlıq eyləyib, çörək qazanmaq, sağlam əqidəli kişi üçün deyil. Çoxdur başı ağlar, azdır uzağı. 10-15 adamdan birdir uzağı. Didib parçalamaq bir yalquzağı çaqqal sürüsünün dişi üçün deyil. Sadəlik, dürüstlük, şandır, şöhrətdir. Doğruluq, düzgünlük, vardır, dövlətdir. Bəxtiyar deyənlər ağır söhbətdir, hər yüngül adamın başı üçün deyil. İki dənə də təcin istəyim icazənizlə. Deyir, yara tək Qarabağ yarası deyil. Çəkir ondan betər işgəncə, gəncə. Nə bir iş tapılar, nə bir boş və də tapılar min cürə işgəncə, gəncə. 100 geyin qızılla bürünc əyinə. Yurdun qandan başqa bürüncəyi nə, babalar bürünsün bürüncəyinə, qalıb yerdə qalan iş gəncə, gəncə. Bəxtiyar düzəltməz tək idim heç nə. Biraz deyinirdim tək idim heç nə. Vermədi Qazaqda tək idim heç nə. Bəlkə səndə ola iş gəncə, gəncə. Deyir, ürək bölünərsə əlacı yoxdur. Çəpərin əlacı simsarı, simdir. Sazım simlənmədi, yaram simləndi. Bu sim bizə yaman simsar isimdir. Simsardır səhrada, əqrəb əqrəbə. Simsardır saatda, əqrəb əqrəbə. Getsin ilan qohum, əqrəb əqrəbə. Aşıqlı edənin simsarı simdir. Çıxmaz toxunana toxunsan canın, sən də ürəyinə toxunsan canın. Gedib özgəsinə toxunsan canın. Dəymə Bəxtiyara, sim sarı simdir. Yaşar bəy, bugün o sarı simin günüdür. Və bir icazənizlə bircədən bugüna uyğun bir şiir. Deyir, dedirdən, məni ha dostlar, yoxsa bir kəlmə də deyəsi döyəm. Məni ağırlıqda qızılı ola, məni saymayanı sayası döyəm. Haq nədir, nahaq nə deyəsi oldum, hər otu, çiçəyi duyası oldum. Mən də öz sözümün yiyəsi oldum, ayrı malım mülkün yiyəsi döyəm. Yaralı Bəxtiyar əski paralı, Qaraca telləri geri daralı. Ömür axtı getdi ağlı, qaralı, vaxt qızıl kimidir, qıyası döyəm. Qoy bu qızıl vaxt sən kimi oğlanların məclisində sərf olunsun. Bir daha təbrik eləyirəm. Bütün ustadların qarşısında baş əyirəm. Gün o gün olsun, 100 illiyini qeyd eləyək. Özümə də ömür arzulayıram, sana da hamımız ömür arzulayıram. Sağ olun, var olun, minnətdarım. Əldə balidə tutan adoslar bilin, əldə silah tutanlara borçluyuq. Bugün yorğan altda rahat yatırıq, torpaq altda yatanlara borçluyuq.
borçların içində yatsaq da belə, qəpiyə güllə atsaq da belə, posta güllə atanlara borçluyuq. Ruzimiz, dadımız, duzumuz olsa da, çörəyimiz olsa da, cadımız olsa da, ocağımız olsa da, odumuz olsa da, özünü oda atanlara borçluyuq. Yaralı bəxtiyar, itməsin zəhmət. Verək qanmayanlara şiddətli töhmət. Sağa can sağlığı, ölənə rəhmət. Bütün haqqı olanlara borçluyuq. Bütün haqqı olanlara borçluyuq. Təşəkkür edirik. Çox sağ olun. Bəxtiyar müəllim, təşəkkür edirik. Yaşar müəllim sizə də təşəkkür